Yasin, Agede. Yasin. Ana. Elini sar, elini sar. Ana. Ana. Gel. Gel yanına. Gel burada otur. Gel burada otur. Gel. Oyna, eşele. Su çek. Durarsan. Sonra da aynen. Akşin niye gedib top oynamırsan? Hı? Ay maşallah surfa qurulub Allah qabil eləsin. Qazancınız artıq olsun. Mənim dambat qızım qulluq eləyir. Alper uzun inerden. Hani doldurdun buydu. Şkafım istədi. Onu oraya tut bakalım. Buraya da öyle. Yelo siliyi koy tervaline meyi. Suya da suyunu yanaşın. Adam elə süslüyor. Büyük su dağılır rahatlar. Şuna peynir gibi. Bir şey yetmədim kərtlə. Mən birini almışam, onu istəyirəm. Akşinə deyirəm, niyə gedib top oynamırsan calada? Deyir, sondan yağanma. Buranın su kapatını Benimle beraber tuturlar ama oruç girenler. Allah qəbul eləsin. Başarana nə olacaq? Bizim gedənin qanı düşdü, birini qoymuruq. İsmamı. Qan elə tez düşən uşaqda ya Allah. Qolum üşür sıra. Deyir, mənim qanım başa düşüb, deyir. Sumsuz məni bugün bazarda günün ağardı Allah. Gün yaman qızğınıydı. Ben hiç istemiyorum. Həki canım. Korkmak sandıyla doğrulandanım. Yox, mən çox içirəm. 3 stəkan içirəm bəzən. Get mənə bir Sırahan idi, Çingiz, Elşad, Elmar. Bir 5 litrlik içdilər o Sizdən? zaçımında. Nə pişirmişdiniz? O yaşadı bahar pervane. Allah bütün oruçlarımızı qəbul eləsin. Ya Rəbbi, ya Rəbbi. Balalarımızı xətadan bəladan uzaq eləsin. Amin Allah amin. Yaxşı qismətlərini versin, canlarını sağ eləsin, günlərini xoş eləsin. Balalarımızın hamısı yaxşı gün görsün. Xəta bala uzaq olsun. Amin. Hər orucuma açanda Quran haqqı ilə dua edirəm. Hamıyı deyirəm, bax ağzımda yoxsa. Allah haqqı. Oxudum 2024 17-13-cü tarixə şey çıxar. Ay günlərdən sıxıldıq ki, biz də bu tarixi keçir.
Yine de getir sakıtası. Değil mi işte? Aklımıza göre. Yok bir saat yok. Yok ana. Niye yanaşmıyor? Ne büyükler Allah kabul eylesin. Ona göre. Bak hele. Altında aynen durur. Afiyet çıkar derken. Yanlarımız böyle olsun. Allah'ım borcumuzu kabul eylesin. Kazancınız ne iş oldu şey? Allah duaları kabul olmuşlar. Dergesine bakın. Gök çıkart neydi? Allah canım. Kaşık yine kağıttaydı kaşık. Kağıttaydı. Bu ne yanımda? Ne yapayım doldurma. Bunu doğru yemiyorum. Kaşık kumar. At şunu dört. At dört. Dibinden ilerlerim ben alıp. Gören gelen niye? Koysun neyle? Hadi o. Birini gene hala. Birini gene. Tamam abi gel. Birini gene. Gel. Allah olsun. Yaş burada olsun. Gel Ayça. Sağ ol. Ayça'nın bir de sen bakıp ben oldum. Niye? Yerine mi yaşamıyor? Suyun
Örtün mü kapı yoksa kızgın mı? Benden ötürü yakışır ne? Ay sen sen anlattın ya. Sağ kapa. Var. Gel bak bana buraya çeksin. Bu sonra boşta. Sen sen anlat. Ya o da. Otururlar, otururlar. Yaxşı oturarım. Gelin. Oturacağım. Otur. Sen dur yaptın sana ben. Yoruldum. Kazançları bol olsun. Hayır olsun. Onu da yesem ben. Gitsin. Kim ne dileyelim Allah Teala'dan. Allah hamdülillah çarpsın. Amin, amin. Dünyanızın ahir hayırlı olsun. Amin. Amanlı olsun. Her yerde sülh olsun. Güzellik olsun. Dünyamız güzelleşsin. Balalarımız, istediklerimiz güzel bir zamanda da yaşasın. Amin. Ağzına sağlık. Rüyasında niyetini Allah kabul eylesin. Tufralarımız dolu olsun. Bol olsun. Kazananların kazancı artsın. Kim her yerde iş olan olsun. Bayramlarımız da mübarek olsun. Mart bayramıdır. Hamd devletten bir daha tebrik ediyorum. Hamımız böyle bir güzel güne çatar. Neticelerimiz tebrik eylesinler inşallah. Amin. İşte dediğin ha. Dünyaların değişikliği. Onların ruhu için bir eşel Kur'an okuyak ve ona bağışlayak. Allah kabul eylesin. Sağ olun, var olun. Yatağına gayrı. Bizim kameraman da çekir belki oraya bir yaxşı şeyler bakanlar olur. Niye sen tebrik edin? Kişiler tebrik ediyorsun.
Odun böyle deyirlər. Mən deyib gördüm ki, heç kəsə mən demədim. Mən Yok söyle sen başlamıştın ona göre dedim. Koyak sen okumamış o tebrik edersin sonra sen oku. Daha uzun gelecekten Qadınların uzun. 8 Mart bayramı münasibəti mən bir He təbrik edirəm. tebrik ederim. Bugün kadınların hemlerlik günüdür. Yani kişilerin hukukları beraberdir. Hatta kadınların hukukları kişilerden üstün olmalıdır. Oğlustan. Yeri gelende Alim Allah kadınlar, Teala'nın profesör Allah katında estağfurullah ikinci Allah sayılır. Çünkü dünya onlar devlet bahşedir, adam bahşedirler. Bir Allah Teala adam yarattı, bir de kadınlardan emele gelir. Eşk olsun kadınların bu güzelliğine. Ana bacılarımızın Kadınlar Günü'nü tebrik edirəm. Ailemizde həmişə mehriban olasınız. Amin. Gözəl tərbiyəli övladlar gətirib dünyaya. Amin. Əmin amanlıq olsun. Hamı Allah'ını tanısa, peygamberini tanısa, anasının hakkını, atasının hakkını tanısa, hiç kimi hatırına değmez, güzel bir dünyada yaşamış olur. Eşk olsun kadınların. Amin. Ölenlerimize de Allah gani rahmet eylesin, ruhları şad olsun, yerleri, mekanları cennet olsun inşallah. İcazenizle Mustafa Emmi Hacı Mama'nın ruhuna da bir eser Kur'an olsun. Mehmet Müellim Kur'an olsun. İzam mamamı, Hıdır babamı. Yok asmaklarım diyor. Allahümme salli ala Muhammed ve Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Yasin vel Kur'anil Hakim. İnneke minel mürselin. Ale sıratel müstakim. Tenzilel azizil rahim. Yetin zure kavmen moin zure ben fehm gafilin. لقد تهكر قالوا أول أكثرهم فهم لا يؤمنون إنا جعلنا في أعناقهم أغلالا فهي إلى الأذقان فهم مغماهم وجعلنا من بين أيديهم سدا ومن خلفهم سدا فأغشيناهم فهم لا يبصرون وسواء عليهم أنذرتهم أم لم تنذرهم لا يؤمنون إنا تنذر من اتبع الذكر وخشي الرحمن بالغيب فبشره بمغفرة وأجر كريم إنا نحن نحيي الموتى ونكتب ما قدموا وأثرهم وكل شيء أحصيناه في إمام مبين فاضرب لهم مثلا أصحاب القرية إذ جاء المرسلين إذا أرسلنا إليهم اثنين فكذبوهما فززنا بثالث فقالوا إنا إليكم مرسلين قالوا ما أنتم إلا بشر مثلنا وما أنزل الرحمن من شيء إن أنتم إلا تكذبون قالوا ربنا يعلم إن إليكم لمرسلين وما علينا إلى البلاغ المبين قالوا إن تطيرنا بكم لئن لم تنتهوا لنرجمنكم ولا يمسنكم منا عذاب أليم قالوا طهريكم ميكم أن ذكرتم بل أنتم قوم مسرفون وجاء من أقصى المدينة رجل يسقال يا قوم اتبعوا المرسلين اتبعوا من لا يسألكم أجرا فهم مهتدون وما لي الأبد فتران وإليه ترجعون أتخذ من دونه آلهة إن يريدني الرحمن بضر لا تغن أني شفاعتهم شيء ولا ينقذون إني إذا لفي ضلال مبين إني آمنت بربكم فاسمعون قل ادخل الجنة قال يا ليت قومي يعلمون بما غفر الرب وجعلنا من المكرمين صدق الله العلي العظيم وصدق وبلغ رسول النبي الكريم فنحن على ذلك من الشاهدين وشاكرين بقلب سليم سبحان ربك رب العزة عما يصفون وسلام على المرسلين والحمد لله رب العالمين آمين
Allahümme cealil Kur'an lana fid dünya dernen fil kabri minusen fil kıyameti şefiyen ale siraten nuren ve ilel cenneti refigen binen nari sitren ve hicaben ilel hayrati küllihe delalen ve imamen bivezlike cüdike ve keremike ya ekrem ekreminen ya errahman demin Cezallahu enne seyyidina Muhammedin sallallahu teala aleyhi ve sellem bime huve ehli Subhane Rabbike Rabbil İzzeti emma yasifü ve selamun alel mürselinen velhamdülillah Rabbil alemin. Oxunan Yasin-i Şərifin savabını, əziz savabının, nur hidayətini, Xadicə xalanın, Mustafa Yeznərinin, Xıdır dayının, Xıdır İzan mamanın, belə deyək, eyni zamanda bu ailədən köçən, Qurban Mustafa oğlunun, eyni zamanda bu ailədən köçənlərimizin, nənələrimizin, babalarımızın, bu ailədən Quran dua gözləyənlərin, gözləri bu ailədə olanların ruhlarına hibə edib hədiyyə veririk. Allah öz dərgah izzətində qəbul qərn eyləsin. Yerlərini nur pil eyləsin. Məkanlarını cənnət eyləsin. Həmən mərhumların ruhları üçün lillahi Fatihə. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Errahmanirrahim. Malikin yemmiddin. İyyâke nəbidu ve iyyâke nəstəyin. Ehdinen sıradel müstəqim. Sıratellezînen enemte aleyhim. Gayril mağdubi aleyhim velledâlin. Rahmet ya Rabbi. Allah rahmet eylesin. Cennet olsun. Şeker olsun. İftar verenin de canı sağ olsun. Kazancı artı olsun. Hamımızın da borcunuz qəbul olsun. İnşallah Allah ömür versin. Hamımıza gələcəkdə niyət eləyin. Hamımız niyət eləyək ki, gələcəkdə də borcumuzu Oruçların sayı çok alsın. Namazın sayı çok alsın. Kazancınız artık olsun. Gelecekte burada da güzel meclisler açıp hamiyet versin. Kendi başına. Allah hamdolsun razı olsun. Canınız sağ olsun. Var o kadar olur ki böyle baştan aşağısı ama hiç hiç səxavəti yoxdur da kiməsə də mesela bir xurma verir, kiməsə də bir alıma verir. Eləcə varını qazandığını verir. Bir gün ömür başa çatır, kişinin bakır ki bak tamam oradan gedərsin. Adamlarını çağırır vəsiyyət edir, deyir mən heç kimə heç nə verməmişəm. Varımca yığılmışam, xəsislik. İndi ölüm gəlib deyir məni yaxalı. Bilmirəm o dünyada deyir mənim axıma. Qorxuram. Elə bir adam ola ki deyir mən öləndə mənlə beraber bircə gün mənlə biri qavra basırlar. Minkir gəlib məni sorğu suala tutanda o mənim yanımda olur. Bəlkə onda qorxur. Kim gəlib bir oraya basırlar? Qulağa qaç. Babam gələn var. Xabar hər yerə çatır, nə olacaq? Bir şey olan değişitmiyor. Xabar hər yerə çatır, ülkələrə, şəhərlərə, kəndlərə. Bir kənddə bir hambal var deyir, o qədər kasıbdır ki, bircə kəndiri var deyir alamar. Bircə kəndiri onunla gedir, odun şələsi qarı gətirir, satır, onunla ailəsini dolandırır. Deyir cəhənnəm olsun, belə yaşamaqdansa da. Dedim onun yanına, orasını dedim, deyir varımın yarısını vəsiyyət edirəm, o yanıma basırılan kim basırılacaq böyle gedir. Mənim yanımdan çıxandan sonra ona verərsin. Hambal eşidib gəlir, deyir mən razıyam, deyir bu adamın təklifinə. Deyirlər yaxşı, git, xabar eləyəndə gələrsin. Vaxt tamam olur, Allah hamımızın ölənlərimizə rəhmət olsun, evləri cənnət olsun. Kişi baxır da ölüm vaxtıdır, gedəsidir. Hambala xabar eləyir. Onun oduna büyük de yani. Yanmır, gör indi nə deyir ha bacı, gör nə. Da hazırlıq görülür, kişi götürülən günü hambal da burada da ama kendini de getirip yer çiğnində. Aparırlar kişiyi basın ama deyir qorxma sen. Adamlarına tapşırırlarsan adamlar buna deyir ki sen qorxma. Mən bircə gecə yanımda qal, sonra adamlarım işte gözləyəcək. Sen səslənirsən, səni çıxardacaqlar orada. Səni de çıxardacaq o adamlar deyir yanındaki qulunlardan. Bir 5-6 nəfər orada qalır.
şey hatırlamaz. Daha aparırlar Allah hamsını, cem ölenlerimize rəhmət etsin. Kişiyi dəfn edirlər, hambağı da biri yanına basır. Akşam olur bu adamlar da ama durur orada dağılmışlar. Akşam minkir gelir. Hamımızın yanımızda xeyirli gelir. Ama soğuğu sualdan yüzü ağ çıktı. Hamının o dünyada emel defteri sağ eline verilsin, içinde de biz. Minkir gelir deyir ki, birbirine deyir 2 nefer oradan onlar. Deyir bu ölü filan kendin adamıdır, bunu tanıyır. Bu diri nedir deyir burada. Ölü burada derhal yiyecek. Gelin bir bu diriyi suala çekecek, görek bu nedir burada. Hambaldan soruşurlar, sen kimsin deyir ki, mesela filan kendim hambalım. Deyir bu çiğnindeyken de hardan alırsın. Deyir ki çerçe pazarı. Deyir neçe mi? Deyir 3 şahıya. Pulu hardan almıştır. Ne ter yazılıp ne ter unutmuşam, ne bile danışırım, əziz sözlerden olur. Deyir 3 şahıya almış. Belə deyəndə deyir, hambal tirtap olur, sıxılır yere yıkılır. Bu deyirlər, pulu hardan almıştır. 3 şahıya almıştım, deyir pulu hardan almıştım. Cevap tapa bilmiş, sıkılır özünü. Bir de aile... Geçer o kadar sual verip gider. Ne verdi, 2 sual verdi değil mi? Kendi halal puluna alınmıyor, ne diyorsun? Elbet doğruyu belirtir. Bir de uyanır ki gün değil, çıkıp yayılıp, oradan değişik vururdan bunu çıkartma var. Səsləyir, gəlirlər bunu çıxardım. Kendiri de çiğnində qalır. Elə eşiyə çıxır. Heç bunlara fikir vermeden kaçmağa başladı. Deyirlər, əyləş har yedirsən, dayan səninlə şərtiniz vardı, rəhmətlik vəsiyyət eləmişdi, onun varını yarısı sana çatır, sen bir onun yanında dur. Gel apar payını ver. Deyir, Allah köməyiniz olsun istəyirəm. Deyir, sabaha bir kəndirin hesabını verə bilmədim, deyir. Mən bir elə varın hesabını hardan verəcəm, o dünyaya gələ öləndə də mi? Yani buradan belə nəticə çıxır ki, Allah hamıya halallığa, halal yola buyursun, hamıya halal yemək kısmeti. Yani deyir, o kendinin hesabını veremedim. O pula da mən zəhmət çekip kazanmamışım. Hardan Mən verirsin? hər öləndə onun cavabını nə təmin? 100 deyir o. Bak belə şeyler. Allah hamıya düz yola hidayət buyursun, biz də içində. Allah dua edelim benim. Aramızı haramdan uzak eyle ya Rabbi. Allah nimet kısmet eyle bana. Amin Allah, amin Allah. Geçmiş zamanlarda bir kişi varmış. Geldi bir varlı adamın kapısında işliyor. Özüne aittan kişinin ne işi var? Bağışlanma işliyor. 40 yıl orada işliyor. Her gün. Hiçbirce defa oradan buradan söz eşitmirdi. Öyleyəsi deyək ki, Allah kömək olsun, belə bir yaxşı iş qarir, mənim işimdə aparır. Mən dolandım. Bir gün özü kelməkcə buradan da çıxıb deyir. Deyir dedicim, ta o ki mən heç mükafat heç ayda eşitmədim, öz haqqımda bir yaxşı fikir söylüyor. Gedir bir balaca məscid kimi otaqdır. Buraya çağırır. Buraya çıx, gəl buraya çıx. Qapı açıq, içəri baxır ki, bir 8 nəfər olar. Mümin kişilər, mümin ibadət edir, namaz qılıb, oruç tutub, dua edir. Mümin kişilər. Dua edir. İçəri gəlir, deyir, mən də dəstəmdə qəbul eləyəsin. Mən biri deyir gəlsin, biri deyir gəlsin. Bu 8 nəfərdən biri üzerine deyir ki, ged işdən bir stəkin su gətir. Su? Hə, ged işdən bir stəkin su gətir, deyir bir dənə də yarpaq gətir. Gedir gətirir, yarpağı gətirir bir stəkana su. Deyir, su buradan daşdı, töküldü mü? Göstərirsən o 8 nəfər. Töküldü mü su stəkanı? Deyirlər, gelin bu bir adamı bizə nə deyir? Bu onu da sarsın. Yox adam, hardan gəlir, o razılaşırlar, bu da bunların dəstəsinə qədir. Bu da Kelmişcə bəy xatını verdiği ki, Kelmişcə durun, görün, qalıq nə danışır deyil. Bu Kelmişcə bunlara qulaq asır. Mesela
hamısı ibadət edir, əllərini dua açırlar, dua edirlər. Sabah növbün, sabah gün biri eləyir, o biri gün. İndi bugünkü dua eləyir, sabah süfrəsi gəlir. Gün orta əlini açır Allah'ın əzələ bilir, gün orta süfrəsi gəlir. Akşam yeməyinin süfrəsi gəlir. Otururlar, yeyirlər, gən Allah'a şükür edir, dua edirlər, süfrə yığışırlar, göyə çəkirlər. İndi belə növbə ilə, belə dua eləyəndən sonra növbə bu daldan gələn kişiyə çatır. Deyir ay Allah, görün nə dəyişir. Ürəklərində deyir hamı. Bu da ürəyində deyir, süfrə gəlir deyir. Bu adamların dua elədiyi vaxt gələn süfrədə, bunun duasında gələn süfrə çox qiymətli olur. Bana üstündə nələr nazı nemət var, yeməklər, görəcək. Gün 3 dəfə bu dua eləyir, süfrələr bir-birinə gözəl gəlir, hamı yeyir, amin eləyir, süfrə yığışır qalxır. Akşam süfrə yığılandan sonra deyirlər ki, sən bu siri bizə agah eləyə bilərsən ki, sən kimin adına istəyirsən süfrəyi? Sen dua elədin, kimin adına istədin ki, sənin süfrən, sana gələn duandan sonra gələn süfrə bizimkindən gözəl oldu da, yeməklər ayrı cür oldu, yani bizimkindən gözəl oldu. Deyir, vallahi, Allah'tan danmadım sizdən nə tanır. Belə hamınıza mən də baxırdım sizi kimi. O qədər yavaş deyirdiniz ürəyinizdə, deyirdim, eşitmirdim kim nə deyir. Mən də əllərimi göğəşdim, dedim ey Allah, bax bu yığınalan yoldaşlarımız kimin üzü hörmətinə dua eləyib, səndən süfrə istəyirsə də, mən də həmən adamın adına, onun üzü hörmətinə sana dua edib, səndən süfrə istəyirəm. Belə cəmat qalırlar Allah. Deyir, biz Yunus Əmrənin adına istəyirdik süfrəyi Allah'tan. Yunus Əmrə də bax bu dağdan gələn kişi olur. Biz dua eləyirdik ki, 40 il bir adamın qapısında işləyir. Həmin adamın üzü hörmətinə dua eləyirdik. Bu baxır ki, bu adamla danışır, bundan danışırlar. Bunlara heç deməklə də həmin adamın qalxır kelməkcə günləri tamam olsun, ta sürətini qutardı, müddətini qutardı, sürəti gəldi. Qalxır kelməkcə həmin adamın eyniydir gəlir. İşləməyə başlayır. Buradan deyir, belə nəticə çıxır ki, sən elədiyin yaxşılığın əvəzini kimdənsə də istəmir. O yaxşılığın əvəzini Allah'tan istər. Gör Allah deyir, məni nə dərəcədə mükafatlandırır ki, mənim adıma nə cürə ləziz süfrələr gəlir göydən. Allah tərəfindən gözəl ləziz süfrələr göndərir. Mən naşıqlı olmuşum. Qayıdır gənə həmin adamın yanına. Ne büyük kıymetim olur. En yüksek kıymetim olur. Sağ olun. Ağzınız. Siz de sağ olun. Allah'ımızdan razı olsun. Gecemiz de hayra kalsın. Göy yaşını ölçün. Kazancımız artsın. Yerimizde günümüze de hoş geldin. Allah'ımız olsun. Allah o gün olsun hayırlı. Nebelerin içine şirin Allah başından aşağı. Sen beni bir göçeken koysun. Şey yolla her yere. Neyse de şıkı değil, bana sen de tebrik ederim. Biz yaşa, can sağlığına. Niye bir dalaca tort almırdın, gelek yaş gününü giydiylik? Kül devden nece yaşı olurdu? Neye Allah rahmet eylesin.